Поднимите руку, кто тут впервые. Dostlar, mən bugün ilk dəfə olanları deyirəm ki, əlinizi qaldırardım. Kim ilk defa geldi? Kim ilk dəfə gəldi? Hoş gelmişsiniz. Hoş gəlmişsiniz. Да. И наш праздник продолжается. Və bizim bayramımız davam edir. Да, и мы хотели бы поближе с вами познакомиться. Sizinlə yaxından После tanış собрания. olacaq toplantıdan sonra. День благодарения. Minnətdarlıq günü. Такая мысль пришла. Belə bir fikir gəldi mənə ki, Каждая страна празднует День независимости своей. hər bir dövlət öz müstəqillik gününü bayram edir. День независимости Азербайджана, 28 мая. 28 may Azərbaycanın müstəqillik bayramı. Я подумал, сегодня, кстати, это должен быть каждый день, не только сегодня, но сегодня особый день зависимости от Бога. Bu günləri Allah'tan asılılıq günüdür. Yəni xüsusi bir gün. Allah'tan əslində hər gün belə И мы olmalı. признаем это. Давайте немножко, я вам дам сейчас микрофон. Mən sizə mikrofon Буквально verəcəm. 2-3 предложения. 2-3 cümlə. Кто за что благодарен Kim сегодня? bugün Tanrıya nəyə Včera, görə minnətdar? pozavčera. Dünən və ya sırağa gün nəyə görə minnətdardır? Давайте просто, İki давайте üstü. отмолчаться не получится. Yəni ki, susa Давайте просто bilməyəcəksiniz. заполним это немножко. Gəlin bunu bir balaca Атмосферу. dolduraq və Кто за что благодарен? kim bugün minnətdardır? У кого есть мысли? Kimin fikirləri var? Mikrofona. Кто готов? За веру. За все и в первую очередь за веру. Аминь. Аминь. Да. Кто еще благодарен? Дядя Сергей, за что вы благодарны? Я благодарен Господу за то, что Он вывел меня из этого мира Аминь. и показал мне свой путь. Аминь. Этот путь очень хороший, он светлый. И это очень почетно, это большая привилегия идти путем Божьим. Спасибо большое, пастор. Спасибо. Mən də Спасибо. Tanrıya minnətdaram. Саят, за что ты Sen neye благодарен? minnətdarsan? Niyə görə minnətdarsan? Bugünkü günümüze göre, bugünkü hayatımıza göre. Хорошо, спасибо большое. Пастор Асим. Я благодарен Богу за особенное что-то, что у Него есть для всех вас, за Его Слово. Mən Allaha bugün ona görə minnətdaram ki, hər biriniz üçün Allahın xüsusi sözü var. Аминь. В Слове Божьем написано: «Прибудьте во мне, и слова мои в вас прибудут, Allahın orada deyilir ki, məndə qalın və mənim sözlərim sizdə qalsın. и тогда чего не pожелаете, просите, и будет вам». Və siz nə istəsəz sizin üçün olacaq onda. Это не Расим сказал, это Иисус сказал. Bunu Rasim demir, amma İsa deyil. Salam kardeş. Minnettarım Rabbe. Onun bizim için gönderdiği kurbana minnettarım ben. Onun huzurunda baş eğirəm, diz çökürəm. Ki o benim uğrumda, benim uğrumda, sizin uğrunuzda kurban getdi. Amin. Mən də deyim, mən minnətdaram ki, 25 il bundan qabaq bir yerdə oxuduğum tələbə yoldaşım bugün gəlir və Allahın sözünü eşitmək istəyir. Gayret. Əlbəttə ki, mən Allahın lütfünə görə minnətdaram. Çünki gördüyümüz, daddığımız hər bir yaxşı hədiyyə göylər padşahı Rəbdən gəlir. Hər şey onun lütfüdür. Şükür onun lütfünə görə ki, biz bugün buradayıq, onun həqiqətlərini dada bilirik, anlaya bilirik, bölüşə bilirik. Hər şey onundur, onun üçündür, onun izzəti üçündür. Həmd olsun ona, şükür olsun. Allah'a Bilirsiniz, dünyanın yükləri çox ağırdır, çox həddindən artıq. Mən ona görə minnətdaram rəhbər ki, məni bunlardan azad edib. Və mən günü-gündən gözəlləşirəm, sağlamlayıram. Şükür Tanrı'ya. Mən qocalmayacağam və mən uşaqlarla işləyirəm, mən yaradıcıyam, yaradıram ona görə. Ona güvənliyimə görə. Hamı deyir mənə gəlmişsiniz, suala siz elə az maaş verirlər, amma siz yenə gülürsünüz. Biz gedirik şəhid, amma sən girmirsən. Amma sən yenə gülürsən. Mən deyirəm ki, bütün bunlara mənim başqa cürə baxarlar. Ancaq mən rəhbə güvənirəm də. Xeyir dua verir. Mən minnətdarım ona görə ki, Rəbb hər gün məni öyrədir sevməyə, alqışlamağa, bir də insanlara xidmət eləməyə. Аминь. Çox sağ ol. Слава Богу. Слава Богу. Слава Богу. Mən minnətdaram Şamaxı üçün, hansı ki Şamaxıda mən müjdəliyirəm və mənə hay verən insanlar olur, Tanrının səsinə hay verənlər olur. Minnətdaram buna görə Tanrıya. Шükür Rabbe. Şükür Rabbe. Да. Друзья, видите, если мы будем продолжать перечислять, нам не хватит и дня, и недели.
Əziz dostlar, görürsünüz, biz başlasaq sadalamağa bizə günlər, aylar, Жизни не хватит. həyatımız buna çatmaz. Правильно? Elə deyil. И давайте, как Господь сказал Иову, да, пристегнем наши ремни, Rəbb Əyyuba deyən kimi gəlin, давайте погрузим немножко в Слово. deməli, kəmərlərimizi bağlayaq və sözə yüklənək, sözə girək. Давайте заполним это помещение просто благодарностью. Gəlin minnətdarlıqla bu yeri dolduraq. И пару мыслей я хотел бы с вами поделиться. Bir neçə fikirlə bölüşmək istəyirəm. Кстати, я тоже благодарен, я тоже хотел бы сказать, за что я благодарен. Mən də istəyirəm deyim ki, mən nəyə görə minnətdaram. За моих друзей, за Заура и за Саяда, за то, что они сегодня здесь. Və bu günlər dostlarım Zaur və Sayaq, onlar bugün buradadır. Мы с Зауром дружим с первого класса. Birinci sinifdən dostluq edirik Zaurla. Да. И я благодарен еще за нового моего друга, за Анара. Он Və тоже yeni тут рядом. dostum Anara görə minnətdaram. Çok sağ ol, Янка, çok sağ ol. Итак, благодарность. Minnətdarlıq. Наши молитвы, они всегда начинаются с благодарности, правильно? Bizim dualarımız həmişə minnətdarlıqdan başlayır, elə deyilmi? О благодарности говорят везде. Minnətdarlıq haqqında hər yerdə danışırlar. Мы детей учим с малых лет говорить спасибо. Biz uşaqlarımızı balacalıqdan öyrədirik ki, çox sağ ol desinlər. Это такт вежливости, воспитанности. Bu tərbiyə nümunəsidir. Давайте посмотрим, что Библия говорит о благодарности. Gəlin baxaq Bibliya bu barədə nə deyir. Господь, благослови это слово сейчас. Ya Rəbb, bu sözə xeyir dua verindi. Спасибо тебе, Господь, за все то, что ты сделал в нашей жизни. Bizim həyatlarımızda etdiyin hər bir şeyə görə. Ты начал у нас это доброе дело, и ты доведешь его до конца. Sən bizdə bu yaxşı işi başlamısan və sona çatdıracaqsan. И это не зависит от нас, Господи, но ты верный, Господи. Ya Rəbb, bu bizdən asılı deyil, amma sən sadiqsən. Благодарим тебя, Господи. Minnətdarıq sənə. Дай нам сейчас уши на слышание, Господи. Biz indi qulaq asmağa bizim qulaqlarımızı məhs elə. Помажь наши сердца Ürəklərimizi məhs elə. для приема Твоей любви, Господи. Sənin məhəbbətini qəbul etmək üçün. И в первую очередь я сам, для меня, Господи. İlk növbədə mənim özümə ya Rəbb. Во имя Иисуса Христа. İsa Məsih'in adıyla dua edirəm. Аминь. Amin. Итак, Beləliklə, первое, то, что я хотел бы сказать, ilk demək istədiyim şey я хотел бы сказать о неблагодарности. nankorluq barədə demək istəyirəm birinci. Друзья, каждый человек, который рождается в этот мир, он неблагодарен. Bilirsiniz dostlar, bu dünyaya doğulan hər bir uşaq, hər bir adam nankordur. И это не просто громкие сейчас слова, я говорю. Bu belə yüksək sözlər deyil əslində. Наверное, знаете такую шутку, да? Кто-то, может, знает. Belə zarafatı bilirsiniz yəni. Кто-то получил в конверте, давайте скажем, условно, 1000 манат. Belə şərti olaraq deyək ki, bir adam 1000 manat konvertdə pul alır Да, и он звонит, кто ему отправил это деньги. və o həmin o adama zəng edir ki, kim o pulu ona verib. Слушай, ты уверен, что это для меня? Это точно для O меня? deyir ki, sən əminsən bu mənədir, doğrudan bunu mənə göndərmisən. Да, это для тебя, я хочу помочь тебе. Deyir, bəli, mən bunu sənə göndərmişəm və kömək eləmək istəyirəm. О, я так благодарен тебе. Ay Allah, mən sənə Спасибо elə тебе minnətdaram. огромное. Çox sağ ol. И он говорит, мало того, я хочу тебе каждый месяц отправлять. Это 1000 манат, скажем O так. həmin adam deyir ki, mən sənə hər ay göndərmək istəyirəm. И вот он получает эти деньги каждый месяц, каждый месяц. Hər ay bu pulu alır. И он уже строит планы, куда потратить эти Artıq o деньги. planlar qurur ki, bu hər ayda aldığı pulu hara xərcləyəcək, Какую туристическую поездку он сделает. hansı turistik səyahətə çıxacaq. Но через год вдруг он получает 800 манат. Bir ildən sonra artıq o 800 manat aldı. И он звонит, Zəng edir, deyir ki, слушай, в этот месяц что-то 800 манат получилось. qulaq as, sən bu ay elə bil ki 800 manat gəldi axı. Ну да, извини, так получилось, что Deyir, не получилось отправить. Deyir, 1000. o alınmadı da, deyir, 1000 manat. Ну хорошо, спасибо большое Hə, тебе. yaxşı, çox sağ ol. И вдруг на следующий месяц он получает 500 манат. Gələn ay o birdən 500 manat alır. И он звонит, слушай, в этот месяц я получил 500 манат. Deyir ki, bura bax, bu ay mən 500 manat aldım, bu nədir? И он говорит, ну да, дети поступили в школу, и мне самому Uşaqlar нужно. məktəbə girdi, mən özümə pul ehtiyacım var, lazımdır. И он говорит, так ты что, за мой счет детей, что ли, учишь? Deyir, indi mənim hesabıma uşaqlarımı öyrətmək istəyirsən, təhsil vermək istəyirsən. Вы понимаете, что Başa düşürsünüz, nədə в gedir? каждом человеке спит это. Yəni, hər bir insanın içində bu yatıb. Каждый человек рождается в этот мир неблагодарным. Bu dünyaya hər bir insan nankör doğulur. Бытие 6 глава, 4 стих. Yaradılış 6-cı fəsil, 5-ci bənd. «И увидел Господь, что велико развращение человеков на земле, и что все мысли и помышления сердца их были зло во всякое время». Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur
və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir. Давид сказал, Давуд Пейгамбер, Davud deyirdi, что никто не ищет Бога. heç kim Tanrını axtarmır. Все совратились с пути своей. Hamısı öz yolunu azıb. Апостол Павел говорит, Həvari Pavel deyir ki, мы все были мертвы по грехам нашим. biz günahlarımıza görə ölü idik Для Бога. Tanrı üçün. Но Бог, Он воскресил нас. Amma Tanrı bizi Мы еще вернемся к этому отрывку. Biz bu parçaya bir daha qayıdacağıq. Люди говорят, если Бог есть любовь, İnsanlar deyir ki, əgər Allah məhəbbətdirsə, если Он всемогущий, əgər o qüdrətlidirsə, külli ixtiyardırsa, почему столько войн на земле? niyə görə dünyada bu qədər müharibələr var? Почему пандемия? Почему дети погибают? Niyə görə pandemiya var, uşaqlar ölür? Друзья, весь мир Bütün dünya в лице Адама и Евы. Adəmin və Həvvanın surətində И каждый отдельно из нас, və hər birimiz ayrı-ayrılıqda. мы все в этом mире восстали против Бога. Biz hər birimiz Tanrıya qarşı çıxmışıq, üsyan eləmişik. Но по Его милости, по Его любви мы все еще существуем. Amma onun məhəbbətinə və mərhəmətinə görə biz hələ də varıq. Эта планета все еще держится. Bu planet hələ də dayanır. И это Солнце выходит над теми, кто отвергает Его. Hətta bu günəş onu rədd edənlərin üzünə də çıxır. Часто мы это не замечаем, мы думаем, это естественно. Çox vaxt biz buna fikir vermirik və biz fikirləşirik ki, bu təbiidir. Но весь мир, он живет в этом восстании. Amma bütün dünya bu üsyanın içində yaşayır. Римлянам 1 глава, Romalılar 1-ci fəsil, с 21 по 23 стихи я хочу прочесть вам. 21-ci bənddən 23-cü bəndə kimi. Но как они, то есть мы, люди, но как они, познав Бога, не прославили Его, как Бога, и не возблагодарили, но осуетились в умствованиях своих, и омрачилось несмысленное их сердце, называя себя мудрыми, обезумели, и славу нетленного Бога изменили в образ, подобно тленному человеку, и птицам, и четвероногим, и пресмыкающимся. Romalılara məktub 1-ci fəsil 21-dən 23-ə kimi. Adamlar Allahı tanıdıqları halda ona nə Allah kimi izzət verdilər, nə də şükür etdilər. Əksinə, boş düşüncələrə uydular və axmaq ürəklərini qaranlıq bürüdü. Müdrik olduqlarını iddia etdikləri halda ağılsız olub, fani olmayan Allahın izzətini, fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər. Видите, все начинается с отказа возблагодарить Бога. Bilirsiniz, hər şey Tanrıya izzət gətirməkdən, inkar eləməkdən başlayır. Люди понимают, что Бог есть. İnsanlar başa düşür ki, Tanrı var. И в этом mире нет атеистов. Və bu dünyada ateistlər yoxdur. Люди понимают, что Он есть, но они отказываются Его возблагодарить. Yəni, insanlar başa düşür ki, o var, amma ona minnətdarlıq etməyə. Помните израильский народ в пустыне? Yadınızdadır İsrail xalqı səhrada. Какая славная победа! Бог вывел чудесами их из Египта, из рабства. Allah möcüzələrlə onları Misirdən çıxartdı. Море разделилось. Dəniz yarıldı. Они прошли как по суше. Onlar qurudan keçən kimi keçdilər. Но вот это поколение, оно погибло в пустыне после этого. Amma bu nəsil səhrada öldü. Из-за ропота, из-за неблагодарности. Gileylənməklərinə, deyinməklərinə görə, minnətdar olmamaqlarına görə. Но когда Бог касается человека, Amma Tanrı insanın ürəyinə toxunanda, вот мне это нравится, но. Всегда есть но. Mənim bu amma, yəni həmişə orada amma var və o mənim xoşuma gəlir. Но когда Бог касается человека, Amma Allah insanın ürəyinə toxunanda, когда человек откликается на Евангелие, insan İncilə cavab verəndə, müjdəyə, у него начинает формироваться благодарение. onda minnətdarlıq formalaşmağa başlayır. Глаза человека открываются. İnsanın gözləri açılır. Его мертвый дух, он начинает прославлять Бога. Onun ölü ruhu artıq başlayır Allah'ı izzətləndirməyə. O oyanır, dirilir. Благодарение начинает становиться его частью характера его. Minnətdarlıq onun xasiyyətinin bir hissəsinə çevrilir. Благодарение, оно тесно связано с миром, с радостью. Minnətdarlıq sevinclə, sülhlə çox sıx təmasdadır. Да, с довольством. Razılıqla. Павел говорит, великое приобретение быть благочестивым и довольным. Pavel deyir ki, çox böyük bir qazancdır. Deməli, xeyir-dualı olmaq, şərəfli, Да, и довольным. razı olmaq, Быть благодарным. minnətdar olmaq.
как можно быть благодарным, если нет в сердце mira и радости? Ürəyimizdə sülh və sevinç yoxdursa, necə minnətdar ola bilərik? Если нет в serдце довольства? Ürəyimizdə razılıq hissi yoxdursa, necə minnətdar ola bilərik? Lегко быть благодарным, когда все хорошо. Hər şey yaxşı olanda minnətdar olmağa nə var ki? Когда светлое небо над головой. Başımızın üzərində aydın səma, Когда вовремя получаешь зарплату. maaşını vaxtında alırsan, Когда дети rастут в любви. uşaqlar məhəbbətdə böyüyür. Но как быть благодарным, например, когда ты услышал опасный диагноз? Bəs necə minnətdar olaq ki, biz təhlükəli bir diaqnoz eşitdik? Как быть благодарным, когда ты потерял работу и ты не можешь найти себе уже долгие месяцы работу? Necə minnətdar olaq ki, işimi itirmişəm və uzun müddətdir tapa bilmirəm özümə uyğun iş. Как подставить правую щеку, когда тебя бьют по левой? Sənin sol sifətinə vuranda üzünə, sən sağ tərəfə Да. çevirirsən. Как молиться за тех, которые гонят тебя? Səni təqib eləyənlər üçün dua edirsən. Эта сила есть в Иисусе Христе. Bu qüdrət İsa Məsihdə var. Недавно я прочел одну книгу. Bu yaxınlarda mən bir kitab oxudum. Называется «Оскар и розовая дама». Kitabın adı Oskar və Qızılgül xanımı. Хотел бы вам прочесть кусочек. Sizə bir balaca hissə oxumaq istəyirəm oradan. Это про маленького мальчика, Bu balaca bir oğlan haqqındadır. который болеет онкологией. O, deməli, xərçəng xəstəliyi xəstəxanasındadır И он лежит в больнице. və xəstəxanadadır. Он никогда не слышал об Иисусе Христе. O, İsa Məsih haqqında heç vaxt eşitməmişdi. Он больше верит Деду Морозу, чем Богу. O, Şaxta babaya daha çox inanır, nəinki Tanrıya. Да. И вот медсестра, как сказать, открывает ему Бога. Budur, Медсестра. demək, tibb bacısı Tanrını ona açır. Да, бабушка Роза. Tibb bacısının adı Roza nənədir. Roza Да. nənə. И она советует этому маленькому мальчику писать письма Богу. O qadın bu balaca oğlana məsləhət eləyir ki, o Tanrıya məktublar yazsın. Писать каждый день эти письма Богу. Каждый день. Hər gün Tanrıya məktublar yazsın. И он pишет, этот маленький мальчик, каждый день письма. Və hər gün bu balaca oğlan Tanrıya məktublar yazır. Что происходит вокруг него, что говорят врачи. Onun həyatında nə baş verir, həkimlər nə deyir? И он просит у Бога, чтобы тот пришел к нему в палату. O Tanrıdan xahiş edir ki, Tanrı onun otağına gəlsin. И вот каждый день он пишет, и а Бога все нет, а Бога все нет. O hər gün yazır, amma Tanrı hələ gəlmir onun otağına. И вот в один день он просыпается. Və bir gün o oyanır, И сразу берет свой дневник и начинает писать новое письмо. öz gündəliyini götürür və yeni məktub yazır. И вот этот маленький кусочек, это я хотел бы вам прочесть. Və bax bu balaca hissəni istəyirəm Не sizə знаю, oxuyum. как ты получится с переводом. И тут я догадался, что ты приходил. Və burada mən hiss etdim ki, sən gəldin. Было утро. Səhər idi, Я был один на земле. mən yer üzündə tək idim. Было так rano, что птицы еще спали. Elə səhər tezdən idi ki, quşlar hələ yatmışdı. Даже дежурная медсестра мадам Дюкрю вздремнула. Hətta növbətçi tibb bacısı da mürgüləyirdi. А ты тем временем пробовал сотворить. Amma sən bununla bərabər sən yaradırdın. Ты tворил рассвет. Sən sübh çağını yaradırdın. Это оказалось довольно трудно, но ты все же справился. Və bu çox çətin idi, amma sən bunun öhdəsindən gəldin. Небо постепенно бледнело. Səma yavaş-yavaş ağarırdı. Ты отстранил ночь и оживил мир. Sən qaranlığı çəkdin və dünyanı И canlandırdın. ты не останавливался. Və sən dayanmadın. И тут я понял различие между тобой и нами. Və burada mən səninlə bizim aramızda olan fərqi başa düşdüm. Ты неутомимый мужик, Бог. Sən yorulmaz kişisən, ay Allah. Ты ничего не упустишь. Sən heç nəyi buraxmazsan. Всегда за работой. Sən həmişə iş И dalındasan. вот он день, Bax budur gün, вот ночь, budur вот axşam, весna, budur yaz, вот зима. budur qış, Вот она, Пегги Блю. budur Пегги Блю, это Peggy его, Blue. это его девушка. onun istədiyi qız. И вот я, Оскар. Və budur mən, Oskar. И вот bабушка Роза. Budur Roza nənə. Какое здоровье. Necə sağlamlığı var. Я понял, что ты был всегда здесь. Mən başa düşdüm ki, sən həmişə buradaydın. И открыл мне свою тайну. Və sən öz sirrini açdın. Нужно каждый день смотреть на мир, будто видишь его в первый раз.
Və hər gün dünyaya elə baxmaq lazımdır ki, sən onu ilk dəfə görürsən. Что ж, я последовал твоему совету и применил это в первый раз. Və mən ilk dəfə bunu tətbiq elədim, sənin məsləhətinə qulaq asıb. Я созерцал свет, краски дня, деревья, птицы, животных. Mən bütün günün gözəlliyini seyr edirdim, quşları, təbiəti. Я чувствовал, как в мои ноздри входит воздух и заставляешь меня дышать. Mən hiss edirdim ki, mənim burnumun dəliyindən necə hava gəlir və mən nəfəs alıram. Я ощутил себя живым. Və mən özümü canlı hiss etdim. Меня переполняла дрожь чистой радости. Məni sevincin titrəyişi əhatə etmişdi. Я был преисполнен изумления. Mən heyran olmuşdum. Бог, спасибо тебе, что ты сделал меня, это все для меня. Çox sağ ol ya Rəbb, sən bunu mənim üçün elədin, hər şeyi mənim üçün elədin. Мне казалось, что ты взял меня за руку и ввел в сердцевину тайны. Mənə elə gəlirdi ki, sən məni əlinlə götürüb, sirrin ürəyinə apardın, özəyinə apardın. Чтобы созерцать эту тайну. Bu sirri seyr etmək üçün. Спасибо тебе. Çox sağ ol ya Rəbb. До завтра целую. Sabaha qədər öpürəm səni. Этот мальчик понял что-то. Bu oğlan başa düşdü ki, Да, он понял что-то. o nəyisə başa düşdü. И я хотел бы привести вам три причины, 3 dənə səbəb gətirmək istəyirəm. главные причины. Əsas səbəblər. Конечно, их очень много. Əlbəttə ki, çoxdur bunlar. За что мы можем быть благодарны. Biz nəyə görə minnətdar ola И bilərik? я этим завершу. Və bununla da bitirəcəm. Колоссянам 1 глава, Koloslulara 1-ci fəsil, 2 стиха 12 и 13. 2 dənə bənd, 12 və 13. Благодаря Бога и Отца, призвавшего нас к участию в наследии святых во свете, избавившего нас от власти тьмы и введшего в царство возлюбленного Сына Своего. Koloslulara məktub 1-ci fəsil 12-ci 13-cü bəndlər. Müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükr edəsiniz. O bizi zülmət hakimiyyətindən xilas edib, öz sevimli oğlunun padşahlığına köçürtdü. Итак, первое. Beləliklə birinci, Я думаю, я дерзну, так сказать, все остальное благодарение, они в этих трех. mən fikirləşirəm ki, belə bir cəsarətlə söz deyim ki, bütün qalan minnətdarlıqlar bunun içindədir. Это самое главное. Əsas budur. Первое. Благодаря Бога и Отца, призвавшего нас к участию в наследии. Ata Allaha minnətdarlıq edirik ki, onun irsinə şərik olmuşuq. Мы благодарим Бога, потому что у нас есть наследие. Biz Tanrıya minnətdarıq çünki bizdə o irs var. Давайте немножко расшифруем. Gəlin bunu biraz açım. Мы являемся частью Его народа. Biz onun xalqının bir hissəsiyik. Он сделал нас солью и светом в этом мире. O bizi bu dünyada nur və duz edib. Он dal нам dары. O bizə ənamlar verib. Он dal нам вечную защищенность. O bizə əbədi mühafizə verib. Вот о чем Павел говорит. Bax bunun haqqında Pavel. Наши имена записаны в Его книге жизни. Bizim adlarımız Аминь. onun Это не əbədi отнимется. kitabında Это не yazılıb. отнимется. Bu bizim Да. əlimizdən alınmayacaq. У него есть книга жизни. Onun həyat kitabı var. Второе. İkinci, За что мы благодарны. niyə görə biz minnətdarıq? Избавившего нас от власти тьмы. Qaranlığın hakimiyyətindən bizi qurtarıb. Друзья, вы знаете, я знаю, что вы знаете это, Mən bilirəm ki, siz bilirsiniz dostlar. что весь мир, он lежит во зле. Siz bilirsiniz ki, bütün dünya pisliyin içindədir. И в этом мире есть большой главный дирижер, сатана. Və bu dünyada bir dirijor var, o da adı İblisdir. И каждый человек, который рождается, он рождается в этом системе мира, в этом. Bax, hər bir insan doğulanda bu dünya sisteminə doğulur. И Писание говорит, что каждый человек, он является сын противления, сын гнева. Və yazılar deyir Niyə o ki, boşuna? Allahın qəzəbinin oğlu olur hər bir insan. Посмотрите Ефесянам, Efeslilərə kitaba baxaq. для подтверждения моих слов. Ефесянам 2 глава, Efeslilərə məktub 2-ci fəsil. с 1 по 6 стихи. 1-dən 6-cı bəndə kimi. «И вас, мертвых, по преступлениям и грехам вашим, в которых вы некогда жили, по обычаю мира сего, по воле князя, господствующего в воздухе, духа, действующего ныне в сынах противления, между которыми и мы все жили в прошедшем времени, и мы все жили, некогда по нашим помыслам, и были по природе чадами гнева, как и прочие. Но Бог, там есть слово «но», в русском языке этого слова нету, но Бог, богатой милостью по своей великой любви, который возлюбил нас, и нас, мертвых по преступлениям, оживотворил со Христом,
Благодатью вы спасены, и воскресил с Ним, и посадил на небесах во Христе Иисусе. Efeslərə məktub 2-ci fəsil, 1-ci fəsildən 6-cı bəndə kimi, 1-ci bənddən. Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz. Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökümdarına uyaraq bu günahların içində həyat sürürdünüz. Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik. Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfi ilə xilas oldunuz. Allah bizi Məsih İsa'da onunla birlikdə dirildib səmada oturtdu. Так вот, Иисус Христос, Он разрушил дела дьявола на кресте. İsa Məsih iblisin işlərini çarmıqda məhv etdi. Дьявол пришел, чтобы украсть, убить и погубить. İblis gəlib ki, oğurlasın, məhv etsin. Иисус пришел, чтобы дать нам жизнь с избытком. İsa gəlib ki, bizə bol həyat versin. И это хороший момент, если вы никогда не принимали Иисуса Христа. Bu çox gözəl bir imkandır ki, siz əgər heç vaxt İsa Məsih ürəyinizə qəbul etməmisiniz. Если вы это слышите сейчас впервые, Əgər siz bunu ilk dəfə eşidirsinizsə, вот то, что говорит Слово Божие. bax bunu deyir müqəddəs yazı. Примите Иисуса Христа. İsa Məsih ürəyinizə qəbul edin. У Него есть для вас наследство. Onun sizin üçün irsi var. И третье. Və üçüncü şey, Мы благодарны, потому что Бог ввел нас в Царство Своего Сына. biz minnətdarıq ona görə ki, Tanrı bizi öz oğlunun padşahlığına daxil edib. Мы Его. Biz onunkuyuq. Что бы ни происходило в нашей Yəni жизни, həyatımızda nə baş verməsindən asılı olmayaraq. мы знаем конец истории. Biz əhvalatın sonunu bilirik. Мы уже победители. Biz artıq qalibik. Нам подарена грин-карта. Bizə green card bağışlanır. А то, что мы тут живем, Burada yaşamağımızdan мы живем просто как послы. biz sadəcə burada səfirlər kimi yaşayırıq. Мы странники и пришельцы. Biz qəriblərik, gəlmələrik bura. Филиппийцам 4 глава, 6 стих, и я закончу, последний стих. Axırıncı bəndi oxuyuram, bitirirəm. Filiplilərə məktub 4-cü fəsil 6-cı bənd. Не заботьтесь ни о чем, Heç nəyin qayğısını çəkməyin. но всегда в молитве и прошении с благодарением открывайте свои желания пред Богом. Amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla şükür edə bildirin. Аминь. Amin. Мы благодарны Ему, Biz ona и minnətdarıq. наше сердце, оно полно благодарности. Bizim ürəyimiz minnətdarlıqla doludur. И благодарность – это образ нашей жизни. Və minnətdarlıq bizim həyat tərzimizdir. Это индикатор нашей духовной зрелости. Bizim ruhani yetkinliyimizin indikatorudur. Чем больше мы растем в вере, Nə qədər ki biz ruhda böyüyürük, imanda böyüyürük, тем больше растет наша благодарность. o qədər də bizim minnətdarlığımız böyüyür. Спасибо большое за вас, Çox sağ друзья, olun. за то, что мы одно тело. Və bu günləri biz bir bədənik. Видите, я снова сказал спасибо. Mən yenə də deyirəm Мы minnətdarıq. благодарны Господу. Biz Tanrıya minnətdarıq. Давайте помолимся. Gəlin dua eləyək. Господь Иисус, Rəbb İsa, мы приходим к Тебе, к Твоему трону благодати. biz sənin lütf taxtına yaxınlaşırıq. Мы благодарны за все то, что Ты делаешь, Господи. Biz hər şeyə görə minnətdarıq sən bizim həyatımızda Мы edirsən. благодарны Тебе вот за эти колокола. Bax bu zənglərə görə sənə minnətdarıq, zəng səsinə görə. Аллилуйя, спасибо Тебе, Həmd Господи, olsun sənə за Rəbb. то, что Ты верный, Господи, Sən sadiqsən Rəbb. за то, что Ты все знаешь, Господи. Sən hər şeyi bilirsən. И если я пойду в долину смертной тени, то не убоюсь зла, так как Ты со мною. Mən ölüm dərəsinin kölgəsindən keçsəm belə qorxmaram, çünki sən mənimləsən. Твой жезл и Твой посох, они успокаивают меня. Sənin əsan, sənin dəyənəyin məni sakitləşdirir. Слава Тебе, Иисус, благодарим Тебя. Çox sağ ol Rəbb. Аминь. Amin.